Salam, hər vaxt xeyir olsun, dəyərli dostlar. Gəlin baxaq sınaq nömrə 48-ə. Birinci sual. Birinci sualdan başlayaq. Deməli, burada deyir ki, x plus y cəminin ən böyük mənfi qiymətini tapın. Gəlin belə eləyək. Bunları biz düstura oxşadırıq. Kosinus alfa plus bettanın asılışını bilirsinizsə, kosinus alfa plus bettanın asılışı necədir? Kosinus x, kosinus y minus sinus x, sinus y. Onda gəl aşağıdan yuxarını çıxaq. Olacaq kosinus x, kosinus y minus sinus x, sinus y, sinus y bərabərdir. 2-də 1-dən 2-də 1 çıxdın 0. Bura bizdə kosinus alfa plus betadır. Kosinus x plus y 0-dır. Bir cəminin ən böyük mənfi qiymətini tapın. Onda x plus y bərabərdir. 0-a kosinus alır pi bölü 2 plus pi qalarda. Ən böyük mənfi qiymətindir. Mənfi 1 verdik buna. Onda x plus y bərabərdir. Pi bölü 2 minus pi. Mənfi pi bölü 2. Mənfi pi bölü 2 olur cavab. Gəldi bura. Burada modulun açılması. Modul açmaq üçün təbii ki, şagird bilməlidir ki, x, y-dən böyükdür, yoxsa balacadır. 2-nin üstündə 10, bu 3 tam nə qədər edir? 5-in üstündə isə bu y isə 2 tam nə qədər edir? X minus y, x minus y, x y-dən böyükdür. Onda x minus y eləcə çıxdı. Y minus 2, y 2 tam nə qədərdir də? Yəni 2-dən böyükdür, olduğu kimi çıxdı. Üstünə x minus 4. X 4-dən balacadır. Ona görə 4 minus x kimi çıxır. X-lar getdilər, y-lər getdilər. Mənfi 2 plus 4 edir 2. Oldu B variantı. İkinci sual oldu B variantı. Üçüncü sual. 1 minus kosinus dəfələrlə deyirəm ki, bax sinus kvadrat alfanın dərəcə azalması. 1 minus kosinus 2 alfa bölü 2. Çarpaz vursaq 1 minus kosinus 2 alfa 2 sinus kvadratı alfadır. 1 minus kosinus 4 alfa məsələn 2 sinus kvadratı 2 alfadır. 1 minus kosinus məsələn 8 alfa olacaq 2 dənə sinus kvadratı 4 alfa. Bunun yerinə yaza bilərsən 2 dənə sinus kvadratı 4 2 dənə sinus kvadratı 4 yarısıda. Bölünsün ki üstünə ensin sinus 4 plus 4. Buradan 2'lər getdi. Buradan çıxır modulda sinus 4 kvadratdır deyə. Kökün altında kvadratdan modul çıxar. Sinus 4. 4 dərəcə deyil ha, bu 4'dür. 4'ü buraxsan 57'ye görəcəksən hansı rübə düşür? 228 dərəcə. Bu da 3-cü rübə düşür. 3-cü rübdə sinusun işarəsi mənfi. Modulun içərisi mənfidirsə orada əksi çıxır. Yəni buradan çıxır mənfi sinus 4 plus sinus 4 plus 4. Bunlar gedir, cavab olur 4. Yəni C variantı. Dördüncü sual. Müstəvi xaricində verilmiş nöqtədən həmin müstəvisi ilə 45 dərəcəli bucağı əmələ gətirən mail çəkilmişdir. Müstəvi xaricindəki nöqtədən müstəvi ilə 45 dərəcəli bucağı əmələ gətirən mail çəkilmişdir. 45 dərəcəli bucağı əmələ gətirən mail çəkilmişdir. Mailin uzunluğu 8'dir. Verilmiş nöqtədən müstəvi qədər məsafəni soruşur. Buranı soruşur x. Bura 90'dır, burada 45'dir. Bunda bərabər yalnız bucaqdır. X burada olar x kökdə 2. X kökdə 2 8'dirsə, onda x'imiz bərabərdir 4 kökdə 2. Olur A variantı. Sferanın mərkəzindən onu kəsən müstəviyə qədər məsafə. Sferanın mərkəzindən, bu bizim sferamız olsun. Sferanı kəsən müstəvidən, bir də müstəvi ilə kəsək bu sferanı. Sferanı kəsən müstəvidən, deyir mərkəzindən onu kəsən müstəviyə qədər olan məsafə 24'dür. Buradan bura qədər olan məsafə 24'dür. 24'dür. Alınan kəsiyin çevrəsinin uzunluğu, sferanın böyük çevrəsinin uzunluğunun 13'də 5 hissəsidir. Alınan kəsiyin çevrəsinin uzunluğu. Bunu balaca R deyək. Sferanın özünün içinə isə böyük R deyək. Çevrəsinin uzunluğu 2 pi R, balaca R. Böyüyün 2 pi böyük R'in böyük çevrəsinin uzunluğunun 13'də 5 hissəsi.
Şiplər getdi. Yəni R-ə deyərik 5K. Bu olacaq 5K. Bu isə olacaq 13K. 13K. Təbii ki, burada Pifagor da deyə 13K, 5K burada olar 12K. 12K 24-dürsə, K da bizdə 2 olar. K da bizdə 2 olar. Sferanın radiusunu tapın. Sferanın radiusunu da görürsünüz də. Sferanın radiusu nə qədərdir? 13K. Yəni 26. B variantı. B variantı 26. Gəldi bura. Fx funksiyası cütdür. Sıfırdan müsbət sonsuzluq arasında azalandır. Baxın, azalan olanda, məsələn, 3 2-dən böyüdür. F3 F2-dən kiçikdir. Argumentin böyük qiymətinə funksiyanın kiçik qiyməti uyğun gəlir. Belə funksiya azalan funksiyadır. Azalanda işarə əksinə dəyişir. Yəni, burada azalandır. Onda işarə əksinə dəyişəcəksən. X böyük bərabərdir 6-dan. 6 müsbət sonsuzluq bəs eləmir. Çünki cütdür. Funksiya cütdür. Cütdürsə bir də onun mənfiləri var. Yəni cüt olanda bilirsiniz də F6 elə F mənfi 6-ya bərabərdir. F7 elə F mənfi 7-yə bərabərdir. Yəni bunun mənfilərini də götürəcəksən. Mənfi sonsuzluq mənfi 6. 6 müsbət sonsuzluq. Olur B variantı. 7-ci sual. Bərabərsizliyini həll edin. Modulda x minus 2. Modulda x minus 2. Olsun. Bunun vurğuları ayıraq. 2x kvadratı plus x minus 6. Nəyi nəyə vuranda 2x kvadrat edir? 2x. Nəyi nəyə vuranda 6 edir? Deməli, 3 ilə 2 yazarıq. Buraya yazarıq 2. Buraya yazarıq 2. Burada yazarıq 3. Sadəcə buna mənfi yazaq. Çarpaz qrup toplayanda mənfi 3x plus 4x eləyir də ortadakı. Biri 2x minus 3'dür. Biri də x plus 2'dir. İkisi bərabər 0-dan. İnterval açıram. İntervalda hər birinin 0-a çevriləcək qiymət. Məsələn, bunun 0-a çevriləcək qiymət mənfi 2 qeyd edirəm. Bunu 0-a çevriləcək qiymət 1,5 qeyd edirəm. Bunu 0-a çevirəcək qiymət mənfi 2 yenə təkrar kök yazıram. Bir də 2. Mənfi 2 2 dəfə olduğuna görə təkrar kök yazdım. Təkrar kökün sağı da solu da eyni işarəli olur. X-ların əmsallarına baxırsınız. Müsbət, mənfi, müsbət, müsbət təkrar kök olduğuna görə. Bizdən sıfırdan kiçiklər. Sıfırdan kiçiklər deməli sıfırdan kiçiklər. 1,5-dən 2-yə 1,5-dən 2-yə bir də mənfi 2. Mənfi 2 1,5-dən 2-yə, yəni B variantı. 8-ci sual. Bərabərlik eynilikdir. Bərabərlik eynilikdir. Burada Bezuya görə çoxhərflinin vurğularından biri x plus 3-dürsə, Bezu deyir ki, vurğulardan birini sıfıra çevirən hədd, məsələn, mənfi 3, bunu da sıfıra çevirir. Mənfi 3 qoyursun x-in yerinə. Mənfi 3-ün üstündə k kvadratı minus 6k plus 11 plus 27 bərabərdir 0-a. Mənfi 3-ün üstündə k kvadratı minus 6k plus 11 bərabərdir mənfi 27, yəni mənfi 3-ün kubu. Onda üstləri bərabərləşdirirsən. K kvadratı minus 6k plus 11 bərabər 3-ə. K kvadratı minus 6k plus 8 bərabərdir 0-a. K-nın hansı qiymətində? Deməli, K bərabərdir. Cəmi 6 hasil 8 olunlar. K bərabər 4-lə 2. Onda bura belə olacaq. Bura 3 olmalıdır dedik. Bura 3 olmalıdır. X-in kubu plus 27-nin asılışı belə olur. X plus 3, x kvadratı minus 3x plus 9. Belə olmalıdır. Görək 2 veriləndə bura 9 alır, yoxsa 4 veriləndə 2 versək bura eləyər 4 minus 14 plus 21. Bura 9 eləməlidir. 2 veriləndə alınmaz. Deməli 4 veriləndə. 4 veriləndə 16 minus 28 plus 21. Eləyər 9 bəli. Cavab olar 4. 8-də oldu cavab 4. 9-cu sual. 9-cu sual. Loqaritmə aid olan sualdır. Loqaritmə aid olan sualdır. Keçən gün son təkrarlarda da bu sualda işləmişik. 13-dən 12 vurulsun 14. 4-dən 12 bölünsün. 27-ni yazarsan 3-ün kubu kimi 12.
64'ü yazarsan 4'ün kubu kimi 12. Buradan 3 üstə 1 kimi çıxır qabağa. 3'də 1 kimi gəlir bu qabağa. Hər ikisindən gəlir 3'də 1 kimi olur. Loqaritm 3-dən 12 plus loqaritm 4-dən 12. Buradan 3'də 1, bura 3 oldu. Belə. Yuxarıda hasil A vurulsun B, aşağıda A plus B. Bu nə vaxt olurdu? 1 bölünsün 1 bölü A plus 1 bölü B olanda. Yani burada da 3 vurulsun. Bunu belə yazacaqsınız. 1 bölünsün. 1 bölünsün. Logaritma 3'dən 12. Üzerine yani 1 bölünsün 4'ten 12. 1 bölü 3'ten 12 yani 12'den 3. Üzerine yazsın. 1 bölü 4'ten 12 yani 12'den 4. 3 bölünsün. Bura bizdə toplama edir. 12'den 12 yani 1. Cevap oldu 3. D variantı. 10 nömrəli sual. Tərəfləri 13, 20, 21 olan üçbucağın medianlarının kəsişmə nöqtəsindən tərəfləri 13, 20, 21. 20, 21. Medianlarının kəsişmə nöqtəsindən böyük tərəfinə qədər məsafəni soruşur. 21. Medianla 13, 20, 21. Medianlarının kəsişmə nöqtəsindən böyük tərəfinə qədər məsafə. Gedək sahəyə çıxaq. Görək ki, bu üçbucağın sahəsi neçədir? Bu üçbucağın sahəsini Heronla hesablasa olsaq, 20 plus 13 plus 21 bölü 2 yarım perimetri tapmalıyıq. 20 üzərinə yazsın 34 bölü 2. Yani buraya deyək 27. Onda sahə olacaq 27 vurulsun. P minus A. 27'den 20 çıx 7. 27'den 13 çıx 14. 27'den 21 çıx 6. 27'ni yazırsan 9 vurursun 3 kimi 7. 7 vur 2 vur 6. Buradan 9'dan kök çıxır 3. 2'den 7'den bir tane 7. 3 2 6. Burada da bir tane 6. 3 7 6. 3 7 6 hasili nə qədər eləyir bizdə? 21 vur 6 yani 126. Sahə eləyir bizdə 126. Buradan medianlar kəsişir. Medianlar kəsişəndə sahə 6 yerə bölünür. 126'nı bölürsən 6 yerə 2 dəfə 12 21. Bunlar hamısı 21'lərdir. İndi bura bax, diqqətlə bax. Baba bu üçbucağa bax. Medianların kəsişmə nöqtəsindən buradan bura qədər məsafəni soruşur. X. Bu üçbucağın aşağıdakı üçbucağın sahəsinə bir dənə fikir versən. Bu üçbucağın sahəsi. Bu üçbucağın sahəsini necə tapırlar? Bu tərəf buna çəkilmiş hündürlük asinin yarısı. Bu bərabərdir 42'ye. Bundan bu 2 dəfə x bərabərdir 4'dür. Cavab olur 4. 10 nömrəli sual. 11 nömrəli sual. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 9. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 9. Verib 9. Daxili bucaqların sinusları kök 5 bölü 3, 3'də 2 bir də 1. 3'də 2 bir də 1 isə 1 90 dərəcədir. Sinus nə vaxt? 1 90 dərəcədir. Üçbucağın sahəsini soruşur. 90 dərəcədirsə əgər, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısıdır. Hipotenuz deməli bizdə 18'dir. 18'dir. O birisilərinin sinuslarını verir də bizə. Bunun sinusunu verib məsələn, bura alfa olsun, bura beta olsun. Sinus alfanı verib bizə məsələn, kök 5 bölünsün 3. Sinus betanı bizə verib məsələn, 2 bölünsün 3. Sinus qarşıdakının hipotenuzu olan nisbətidir. Sinus qarşıdakının hipotenuzu olan nisbətidir. Yəni, qarşıdakı x bölünsün hipotenuz 18. Bu da x bərabərdir 6 kökdə 5. Birində hesabla da 18 kökdə 5 bərabərdir 3x-ə. X bərabərdir 6 kökdə 5. Bura olur 6 kök altında 5. Həmçinin yox alfa üçün o birisi tərəf. O birisi tərəf.
Qarşıdakı tərəf. Bura olur 6 kökdə 5. Deyir üçbucağın sahəsini tapın. Üçbucağın sahəsi 6 kökdə 5 vurulsun 18 vurulsun onlar arasındakı bucağın sinusunun yarısı. 2-də 1. Bununla bu gedir. Bununla bu gedir. 6 dəfə 36 kök 6-da 5. Olur A variantı. 12 nömrəli sual. Çarpaz vursaq B bərabərdir 3 aya. B'nin yerində B'nin yerində 3 A qoyursun. Harda B görürsən yerinə 3 A yaz. 3 A yaz. 3 A vursan olar 6 A. Yuxarı elədir kök altında 9 A. Üzərinə yazsın kök altında A bölünsün. Kök altında 9 A. Üzərinə yaz kök altında 9 A. 3 dənə kök altında A plus kök altında A. Buradan 3 dənə kök altında A plus 3 dənə kök altında A. Kök alt 4 dənə kök altında A bölünsün 6 dənə kök altında A. Bunlar gedir 6-da 4, yəni ixtisar da eləsən 3-də 2. Yəni Y variantı. 13 nömrəli sual. Hündürlüyü 2 kök altı olan düzgün kəsik piramidanın hündürlüyü. Söhbət kəsik piramidadan gedir. Onda bunu kəsdik. Qapağını silək. Kəsik piramidadan gedir və bu kəsik piramidadan hündürlüyünü 2 kök altı verib. Oturacaqların xariclərindən çəkilmiş çevrələrin radiusları 10 və 15-dir. Şuralar kvadratdır. Kvadratın xaricinə çəkilmiş çevrənin radiusu diaqonalının yarısı. Onda bunun diaqonalı buradan bura qədər eləyər 20. Bunun diaqonalı buradan bura qədər eləyər 30. Hündürlüyü də veribdi sənə. Hündürlüyü buradan bura qədər məsafəni veribdi sənə. 2 kökün altında 6. Bu piramidin yan tilini soruşur. X. Bu özdə bərabər yanlı trapesiyadır. Bax, buradakı bu trapesiya var ha. Bu bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyada bu balaca yeri necə tapırlar? A, B minus A bölünsün 2. Yəni 30 çıxılsın 20 bölünsün 2. Yarısı 5. Bunda bir dənə Pifagor eləsək, x-in kvadratı bərabərdir 2 kökdə 6-nın kvadratı, üzərinə yazsın 5-in kvadratı. X də bərabərdir 7-yə. Olur. Y variantı olur. 14 nömrəli sual. Z kompleks ədədinin həqiqi hissəsini tapın. Z-in biri bu tayda, biri o tayda. Yığaq bir tərəfə Z plus İZ bərabərdir 3 plus 2. Z-i tapaq buradan. 3 plus 2 bölünsün 1 plus i. Kompleks ədədləri böləndə qoşmasına vurursunuz. 1 minus i-yə vurursunuz. Sürətlə vurursunuz. 1 minus i-yə. Aşağıdakı olur 1 minus i-nin kvadratı. 3 minus 3i plus 2 minus 2i kvadrat. I kvadratın yerinə mənfi 1 yazırsan. Bura eləyir 2. Bura eləyir 5 minus i. 5 minus i bölünsün 2. Yəni 2,5 çıxılsın 0,5 i. Həqiqi hissəsini tapın 2,5. Yəni C variantı. 15. Həndəsi silsilədə B2 vurulsun B22 bərabərdir. 2 o da 22. 24. 19-un üstünə nə gələndə 24 eləyir? B5. B5 bərabərdir kök 2-yə. İndi adam bizdən soruşur ki, hasini hesablayın. B4 vurulsun B6-nın yerinə, B4 vurulsun B6-nın yerinə, B5-in kvadratı yazmalısan. Yəni kök 2-nin kvadratı 2. Bu ikisinin yerində 2 yazırsan. B5 qalıb burada, kök 2. B3 vurulsun B7. B3 vur B7-nin yerinə də yazsın B5-in kvadratı. Yəni 2. Yəni olur 4 kökdə 2. Həndəsliksən xassəsi. 15. 16 nömrəli sual. AB asinidir tapın. Gətirdim bu tərəfə 3A minus 3B bərabərdir. 4 böl B çıxılsın 4 böl A. 3-ü çölə çıxarsan A minus B bərabərdir. Burada da AB sürətdə eləyir bizdə 4-ü sonra çıxardacağım A minus B qalacaq sürətdə. A minus B-lər getdi. 3 dənə AB bərabərdir 4-ə. AB bərabərdir 4 bölü 3. B variantı. 17 nömrəli sual.
Çevrə xaricinə çəkilmiş. Uşaqlar, çevrənin xaricinə çəkilibsə qarşı tərəflərin cəmi bərabərdir də. CD-ni veribdi 8, BC-ni veribdi 7, AD-ni veribdi 5. 5 plus 7 bərabərdir 8 plus x. 8 plus x bərabərdir 12-yə, x bərabərdir 4-ə. Cavab olur B variantı. 18 nömrəli sual. A-nın hansı qiymətində qrafikinə çəkilmiş toxunan düz xəttinə paraleldir? Paraleldirsə buna, onda o K-sı nəyə bərabərdir? 20-yə. Paralel olanda K-lar bərabər olur. Bunun K-sı 20 olmalıdır. Bunun K-sını necə tapırsan? Törəməsi. 4x kubu üzərinə yazsın 3ax kvadratı plus 1. Törəməsi 20 olmalıdır. 1 nöqtəsində 1 qoyursan 4 plus 3a plus 1 bərabərdir 20-yə. 3a bərabərdir 15-ə, a bərabərdir 5-ə. 19. A-nın hansı qiymətində ədədləri tənliklər sisteminin həllidir? Həllidir, gətir qoy da yerinə. X-in yerinə 2m yaz, y-in yerinə də m yaz. 3m bərabərdir 10-a, 5m bərabərdir 10-a, m bərabərdir 2-yə. m 2-dirsə, bura 4-lə 2-dir. 4-lə 2-dir, gətirib yerinə qoyursun. 4 qoyursan 8, çıxırsın 2a bərabərdir 6-ya, 2a bərabərdir 2-yə, a da bərabərdir 1-ə. A-nın hansı qiymətində 1 qiymət? B. 20. MH-ı verib kökdə 3. HL-i verib 1. Bir sizə diametrə söykənib deyə daxilə çəkilmiş buza 90 dərəcədir. Burada bizdə 2 edir. Bir ştriklənmiş hissənin sahəsini tapın. Ştriklənmiş hissənin sahəsi yarım dairənin sahəsindən 3 buzağın sahəsini çıxarır. Yarım dairə pi r kvadratı bölü 2-dir. Pi r kvadratı. Radius, diametri 2-dirsə radius 1-dir. Bölü 2, pi bölü 2. Bundan çıxarıq 3 buzağın sahəsi. Bu 3 buzağın sahəsində katetlərin hasının yarısı. Kök 3 bölünsün 2. Oldu orta məqam. 2 pi minus 3 pi minus kök 3 bölü 2. C variantı. 21. Tənliyin 3 kökü var. Tənliyin 3 kökün olması üçün bir kök 0 olmalıdır. 0 qoyub p bərabərdir 2. Limit x yaxınlaşır 3-ə. 3 qoysan sürət də 0, məxrəz də 0. Sürətin törəməsi bölünsün məxrəzin törəməsi. 36-nın törəməsi getdi. 8x bölünsün 1. Bilir 8x. X də 3-ə yaxınlaşır. 24. 3 oğlan, 2 qız. 2 dənə qız təsadüfi olaraq bir sıraya düzüldükdə bütün oğlanların yan-yana durması. Kimlər yanaşı durmaq istəyirsən, onları qutuya atırsan. Ehtimalını tapın. Ehtimal əlverişli halların sayının bütün mümkün halların sayıdır. Mümkün halların sayı 5 uşağın yanaşı durması, yəni 5 faktorialdır. Əlverişli halların sayı isə oğlanlar yanaşı durmaq istəyir. Onları qutuya atıb bir nəfər kimi yanaşırsan bunlara. 1, 2, 3. 3 nəfərin yanaşı durması 3 faktorial. Bir də vurursan oğlanların yanaşı durması 3 faktorial. 3 faktorial 5 faktorial gedir. Qalır 4 vurulsun 5. Sürət 6-dır. Buraya isə 20-dir. İxtisar edirsən 0,3 edir. Kəsişən iki müstəvinin birinin üzərində olan nöqtə, kəsişən 2 dənə müstəvidir. Birinin üzərində olan nöqtə onların kəsişmə xəttindən 8 cm məsafədədir. Digər müstəvidən isə 4 cm məsafədədir. Buradan bura qədər 4. Bu müstəvilər arasında bucağı soruşur. Bucağı soruşur. Bucaq da neçə dərəcədir? 30. 30-un qabağındakı katetdən özü yarısı. Mərkəzi bucaqlara uyğun dairə sektorlarının sahələri üçün uyğunluğu müəyyən edilir. Uşaqlar, dairə sektorlarının sahəsi üçün uyğunluğu müəyyən edilir. Sektorunun sahəsi. Buraya 20-dirsə, burada 20-dir. Daha doğrusu 40-dır. Bura 30-sa, bura 60 dərəcədir. Və sonunda sektorun sahəsi pi r kvadratı alfa bölünsün 360-dır. Gördüyünüz kimi sahə bu alfadan düz mütənasib asılıdır. Yəni düz mütənasib asılıdır. AOC-yə uyğun sektorun sahəsi. Hanı AOC? AOC. Söhbət 40 dərəcə ilə gedir.
BOS anı. BOS. BOS neçə dərəcədir? Buraya 20 ise burada 20'dir. Çünkü bu da radiusdur, bu da radiusdur. 20, 20, 40. Bura oldu 140. Bura oldu 140. Düz mütənasibdə sahələr. Sahələr nisbəti ilə bucaqlarla nisbətdir. Bax, sahə bucaqla düz mütənasib. AOC-yə uyğun dairə sektorunun sahəsini götürəcəksən 4K məsələn. BOC ol, bax AOC-yə uyğun dairə sektorunun sahəsinə 4K-dir. BOC 140 dərəcədir. 140K-dir. Sonra nə var burada? AOD. Bax 30'dur, burada 30'dur. 60, bura 120'dir. AOD'ye 120K'de. 120K'de. Sonra orada ne var? BOD. Hani BOD? BOD. Burada 60K'de. Hansı gözün qabağındadır? Hansı gözün qabağındadır? 40K'ya bura. 40K. İstəsən sıfırları da hamısından silib və ya ixtisar da edib yaza bilərsən. Məsələn, hamısı nəyə ixtisar olunur? 10'a ixtisar olunur. Yazırsan 4K. 10'a ixtisar edəndə 20'ye ixtisar olunur. Yazırsan 2K. 7K, 6K, burada 3K. Şimdi buradan aşağıdır ki AOC sektorunun BOC'ye olan nisbəti 2'nin 7'yedir. Var elə. Bəli. 1'e uyğundur C variantı. Getdi. Sonra BOD'ye uyğun. BOD 3K'dır. 3K'dır. BOC'ye olan nisbəti 3K'nın 7K'ya. 2'ye uyğundur B variantı. Bax, bu minvaldan davam elə. Bunu tapacaqsan da. Bərabərsizliyin ən böyük tam həllini tapın deyir. Keçid bir tərəfə. Bura x minus 5. X minus 5'dir. Burada x minus 5'dir. 6x minus 25. Bu x minus 5'ləri apar. Yaz ki x fərqlidir 5'dən. X minus 5 böyüdür 6x minus 25'dən. Bunu gətir bir tərəfə və ya tərsinə bunu gətir o tərəfə. 6x minus x kiçikdir. 5 o da 25 30'dan. 5x kiçikdir 30'dan, x kiçikdir 6'dan. 6'dan kiçikdir 5 olmaz, ən böyük tam həll 4. 30. Ədəd 3, 5, 12 nisbətində 3 hissəyə bölünmüşdür. Böyük hissə bu ədədin neçə faizdir? Böyük hissə 12x-dir. Ədəd özü isə 3x, 5x, 12x-dir. Yəni 20x-dir. Neçə faizdir? Vurursan 100'ə. 60%. İti bucaq 30 olan paralelogramın perimetri. Əslində bu sınaq çox sadədir. Baxışaq tam da bloka uyğun tam da demək olmaz. Bloka uyğun. Suallar nədir? Saniyəsində həll olunur. İti bucağı 30 dərəcə olan paralelogramın perimetri 18, sahəsi 6'dır. 2 vurulsun A plus B bərabərdir 18'dir. Bunda A plus B 9'dur. Sahəsi isə sahəni necə tapılır? AB sinus alfa, sinus 30 bərabərdir 6. AB də bərabərdir 12. Cəmi 9 hasılı 12. Paralelogramın xarici oblastında olmaqla tərəfləri üzərində kongruent və kvadratların sahələri cəmi. Burada bir dənə kvadrat qur, B kvadratı olsun. Burada bir dənə kvadrat qur, A kvadratı. Burada da A kvadratı, aşağıda da B kvadratı. 2 dənə A kvadratı plus B kvadratını soruşur. 2 vurulsun. Bunu açırsan belə A plus B'nin kvadratı çıx 2AB. 2 dənə A plus B'nin kvadratı. A plus B 9'lu kvadrat 81. Çıx 2AB 24. 81'dən 24 çıx vur 2'ye. 7 111. Fx bütün ədəd oxunda təyin olunmuş və əsas dövrü 9'a bərabər olan tək funksiya. Dövrə bölüb qalır götürmüş olar. 14'ü 9'a bölürsən qalır 5. 18'i bölürsən 0. Tək funksiyadır. Mənfini çölə atır. Tək funksiya 0'da 0 alır. Cavab olur mənfi 2 plus 8 edir 6. Oturacağın radiusu 3 olan konusun səthinin açılışına əsasən onun yan səthinin sahəsini tapın. Səthinin açılışında görürük ki, buraya 72 dərəcədir. Konusun
səthin açılışında bura 72 dərəcədir. Bura L'dir, bura da L'dir. Bura bu konusun 2 pi L. 2 pi L. Konusun qövsun uzunluğu necə tapılır? Pi R alfa bölü 180. Pi R dediğimiz radius neçədir? L. Alfa dediğimiz 72 bölü 180. Bu bərabərdir 2 pi R-ə. 2 pi R. Pi'lər getdi. 72 ilə 180-i ixtisar edir. 9-a 20 dəfə, 9-a 8 dəfə, 4-ə ixtisar edir. 4-ə bölünür bu 5 dəfə. Bu isə bölünür 2 dəfə. Bu 2 ilə də bu 2 getsin. L bölünsün 5 bərabərdir R-ə. Yəni L bərabərdir 5 dənə R-ə. R-dəki 3-dür bizdə. 3 dənə 5, 15. Yəni bura 15-dir. Radiusdakı 3-dür. Yan səthin sahəsi pi R L-dir. Pi radius bizdə neçədir? 3-dür. L-dəki 15-dir. 45 pi. Bu da bu qədər uşaqlar.